Deməli, yoldaşlar, gəldik çatdıq reflective pronounsa. Bu çox uzun danışacağım bir mövzu deyil əslində. Burada yazacağım hansılardır? Siz sadəcə olaraq praktik eləmək olacaqsınız. Deməli, myself, yourself, himself, herself, itself, ourselves, yourselves, themselves. Gördüyünüz kimi bu cəmdə olanlara self yox, selves artırırıq. Bunlar mənim özüm, sənin özün, onun özü, onun özü, onun özü, yəni kişi cinsi, qadın cinsi, cansız. Bizim özümüz, sizin özünüz və onların özləri deməkdir. Sadəcə bunu praktik eləmək lazımdır ki, bunu dilinizə tam şəkildə oturuşdurasınız ki, rahat şəkildə danışıb istifadə edə biləsiniz. Bunu da rahat şəkildə, belə deyək, danışığınıza həkk eləməyin yolu aşağıdakı tapşırıqları həll eləməkdir. Bu tapşırıqları, cümlələri tərcümə eləsəz, daha sonra tekstləri öyrənsəz, dinləsəz sonraki tekstləri, dialoqu praktik eləsəz, yazsaz, avtomatik görəcəksiniz ki, artıq avtomatik sizin belə danışığınıza həkk olunmuş olur. Biraz da gün ərzində onun haqqında düşünmək lazımdır, onu hiss eləmək lazımdır, əvvəldə qeyd etdiyim kimi. Və bu şəkildə bunu mənimsəmiş olacaqsınız. Burada qeyd edəcəyim xüsusi bir məsələ yoxdur. Özünüzə yaxşı baxın, növbəti dərsdə görüşərik.